Bu gün sizlərlə birlikdə Güneş sistemindən danışırıq. Güneş sisteminin ilk planeti Merkuridir. Onun Güneş tərəfində fırlanması çox az sürür. Bundan başqa Güneş sistemində 8 planet var. Bunlar gəlin birlikdə sayaq. 1 Merkuri, 2 Venera, 3 Dünya, 4 Mars, 5 Jüpiter, 6 Saturn. Ona planetlərin bəzi gökdaşlarının dəyməsinə görə xalqalar olmuşdur. Və Uran və Neptun bunlar. Bunlar hərəsi Günəşin ətrafında fırlanır. Bu, hər hansısa bir alov yaxdığınızda Günəş onun ətrafında fırlanma hadisəsinə oxşayır. Və ya başqa şeylər də edə bilərik. Məsələn, bu Güneş sistemidir, kiçik forması. Gördüyünüz kimi çox kiçikdir. Galaktikanın içində bu daha da kiçilir. Bir daha deyək, Merkuri görünüşü belədir. Venera görünüşü alov topuna oxşuyur. Yer, yaşadığımız yer. Jüpiter, qaz buludu. Saturn, halqalı planet. Uran, buz tutmuş, tək dönən yanacı. Neptun, buz tutmuş, bir dəfə dönməsi 300 il çəkir. Və cırtdan gezəcən Pluton, bu Amerikadan belə kiçikdir. Ulduz partlaması. Ulduz partlaması isə insanlığının 80 ildə bir gözlə görünməsi deyilir. NASA'nın ən yüksək göstərdiyi saatda 80 bin kilometrlə gedir və bizə bir çox galaktika haqqında məlumat vermişdir. Bunlar Güneş sistemində atılır və uydular şəklində baxılır. Gördüyünüz kimi bu da Güneş sisteminin başqa şəkilləridir. Bu da Ay planetinin gölgəli forması, hilal şəklində. Və ya başqadır.